Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu. Xəbərə keçməzdən əvvəl abunə olmağı və bəyənməyi unutmayın. Azərbaycanda televiziya və efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bununla bağlı mühüm addımlar atılıb və bir sıra şou proqramların yayımı dayandırılıb. İddialara görə bununla yanaşı bəzi bayağı ifaçıların da televiziya kanallarında çıxışına məhdudiyyət tətbiq olunub. Qadağa tətbiq olunduğu iddia edilən müğənnilərin siyahısını təqdim edirik.